Spike, İsrail istehsalı olan daşına bilən, atəş aç unut prinsipi ilə işləyən 4-cü nəsil tank əleyhinə idarə olunan raket kompleksidir. Spike ailəsinə aid təqribən 25.600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi video siqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilir. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır. Məsələn, peyk və ya dronlarda. Taktiki texniki xüsusiyyətlərinə gəldikdə isə müxtəlif məsafələr üçün bir neçə modeldə istehsal olunan bu idarə olunan raket kompleksinin 1981-ci ildən istehsalına başlanılıb. Raket kompleksinin atış məsafəsi 1,5, 2,5, 4, 8 və 25 km olmaqla dəyişməkdədir. Tank əleyhinə idarə olunan raket kompleksi 30 saniyəyə atəşə hazır vəziyyətinə gətirilir.